İstintaqın gedişini necə qiymətləndirirsiniz? Danışdırıblarmı sizi? Nə deyiblər? Nə məlumat veriblər? Heç kim danışdı. Məlumat veriblərmi? Kimi tutublar, kimi saxlayıblar, vəziyyət nə yerdədir? Yalnız prokurorun köməkçisi gələndən sonra heç Bir bir... nəfəri mən eşitmişəm ki, tutublar. Bir nəfər. Hardan eşitibsiz? Saytlardan da, yəni sayta baxan da deyirəm. Eşitdiyim söhbətlərdir. Ya televizorda söhbət olub və ya saytlarda. Mənə çatan xəbər budur. Amma mən şəxsən saytdan özüm görmüşəm. Bu Mətbuat Şurasının sədri gəldi bura. Rəsmi şəxslərdən kimlər gəldi? Nə dedilər? Sizlə nə söhbət elədilər? Başsağlığı verdim. Yalnız başsağlığı verdilər. Prokurorluq da sizə heç bir məlumat verməyibdi istintaqın gedişindən bağlı. Mənə prokuraturadan bir nəfər gəlmişdi. Səhv eləmirəmsə Səbail rayon prokuraturasından. Rəhmətə gedən günü. Bəli. Evə gəlmişdi. Evə gəldi ki, bizim ərazidə görüşdü onlar, evin yanında. Ki, bir-iki günə arxayın olun, bunu yuxarıdan tapşırıq var. Ki, bir gün ərzində, 2 gün ərzində onlar hamısı tutulacaq. Amma 3 gün keçibdi. İndi mən də açığın deyirəm sizə, bax bu dəqiq, məndə dəqiq bir informasiya yoxdur.